Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bu videoda sizə Güvən nəşrlərinin 11-ci siniflər üçün təşkil etdiyi sınaq 6-nın suallarını izah edəcəm. Birinci sual, daha doğrusu 31-ci sual. Subarktik və tropik iqlim qurşaqlarının fərqli xüsusiyyətləri. Görək subarktik və tropik iqlim qurşaqlarının fərqli xüsusiyyətləri hansılardır? İqlim tiplərinə bölünmür, fərqlidir. Götürəcəm. Subarktik bölünmür, amma tropik iqlim qurşağı dəniz və səhra iqlim tipinə bölünür. Avrasiya və Şimali Amerika materiklərində yayılıb. Hər ikisi Avrasiya və Şimali Amerika materiklərində var. Ona görə də bunu götürmürük. Yayıldığı ərazilərdə ekstremal təbii şəraitə rast gəlinir. Həm subarktikdə, həm tropik iqlim qurşağında ekstremal şəraitə malik ərazilər var. Götürməyəcəyik. Yalnız ekvatordan şimalda yayılıb. Yalnız ekvatordan şimalda yayılan subarktikdir. Tropik isə həm şimalda var, həm cənubda. Ona görə fərqli xüsusiyyət kimi bunu da götürəcəyik. Yayda mülayim hava kütlələri hakim olur. Yayda mülayim hava kütlələri hakim olan subarktik iqlim qurşağıdır. Tropikdə isə il boyu tropik hava kütlələridir. 5. Mövsümi dəyişikliklər baş verir. Hər ikisində mövsümi dəyişikliklər müəyyən qədər nəzərə çarpır. Doğru cavabımız 1, 4, 5 C variantı. 32-ci suala baxırıq. Xəritə sxemə əsasən dekabr, yanvar, fevral aylarının daha rütubətli keçdiyi əraziləri müəyyən edin. Dekabr, yanvar, fevral ayları şimal yarımkürəsi üçün şimal yarımkürəsi üçün qış fəslidir. Cənub yarımkürəsi üçün isə yay fəslidir. Dekabr, yanvar, fevral aylarının daha rütubətli keçdiyi əraziləri əgər mən şimal yarımkürəsində axtarıramsa, deməli qışı rütubətli olan iqlim şəraiti olan bölgələri götürməliyəm. Hansı iqlim? Aralıq dəniz iqlim tipi. 2 uyğun gələcək, 1 uyğun gələcək. 5. Şimal yarımkürəsində musson iqlim tipinin hakim olduğu ərazidir. Orada da yay aylarında rütubət düşür. Ona görə 5-i götürməyəcək. Cənub yarımkürəsində dekabr, yanvar, fevral ayları yay aylarıdır. Cənubda da yayı yağıntılı olan subekvatorial iqlim qurşağıdır. Bunlardan da uyğun gələn 6-dır. Düzdür, 3 də subekvatorialdır, 4 də. Ancaq onlar şimal yarımkürəsindədir. Ona görə götürmürük. Deməli, doğru cavabımız 1, 2, 6 cavab Y variantı. 33. Günəş 10 şimal enliyində zenitdədir. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər şimal yarımkürəsindəki hansı enliyə düşər? Günəş 10 şimal enliyində zenitdədir. Bu bizim olsun ekvator xəttimiz. Bu da bizim olsun 10 dərəcə şimal enliyimiz. Günəş burada zenitdədir. Buna bir günəş verək. Günəş burada zenitdədir. 50 dərəcə cənub enliyindəki məntəqəyə günəşin düşmə bucağını tapaq. Görək, günəş 10 şimala 90 düşəndə bura nə qədər düşür? Arada fərq nə qədərdir? 50 ilə onun arasında 60 dərəcə fərq var. 90-dan da 60-ı çıxırıq. Nə qədər qalır? 30 dərəcə. Deməli, 50 dərəcə cənub enliyinə günəş həmin anda neçə dərəcə bucaqla düşür? 30 dərəcə. Görün nə deyir? Deyir ki, 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər, yəni 30 dərəcə şimalda hansı enliyə düşər? Demək, şimalda elə bir enlik var ki, bu olsun x dərəcə şimal enliyi fərz edək. Bura 30 dərəcə bucaqla düşür. Baxın, 10 şimala 90, x şimala 30. Arada nə qədər fərq var? 90 ilə 30 dərəcə arasında 60 dərəcə fərq var. Deməli, məntəqə 10 şimal enliyindən 60 dərəcə şimaldadır. 10 üstünə 60 gəndə eləyəcək 70 dərəcə şimal enliyi. Doğru cavabımız C variantı. 34. Şərqi Avropa regionu üçün səciyyəvi deyil. Orta Rusiya və Valda yüksəklikləri yerləşir, doğrudur, götürmürük. Cavan dağlar mövcuddur, doğrudur, götürmürük. Desəz ki, Şərqi Avropada cavan dağ, Şərqi Avropanın cənubunda Krım dağları, həmçində Avropa-Asiya sərhədində yerləşən Qafqaz dağları var. Buzlaq relyef formaları geniş yayılmışdır, doğrudur. Şimal hissəsində buzlaq relyef formaları geniş yayılır. Mülayim kontinental iqlim tipi yayılmışdır, doğrudur. Aktiv vulkanlar var. Baxın, doğru olmayan budur. Deməli, doğru cavabımız Y variantı. Keçdik 35-ci suala.
Hansı burun materikin ucqar cənub nöqtəsi deyil? Mariato burnu cənub nöqtəsidir. Şimali Amerikanın ucqar cənub nöqtəsidir. Piyay burnu Avrasiyanın ucqar cənub nöqtəsidir. Sonra Froyard burnu Cənubi Amerikanın ucqar cənubudur. Cənub-şərqdə Avstraliyanın ucqar cənub nöqtəsidir. Almadi isə Afrika materikinin ucqar qərb nöqtəsidir. Deməli, doğru cavabımız C variantı. 36. Hansı ada Sakit Okean və Nazca havalarının divergent, yəni ayrılma sərhədində yerləşir? Bilirik ki, Sakit Okeanla Nazca'nın ayrılma, yəni divergent sərhədində yerləşən ada Pasxa adasıdır. Doğru cavabımız A variantı. 37. Ölkəmizin sərhədlərində yerləşən dağ silsilələri. Dübrar Brovar getdi. Peştəsər Qarabağ getdi. Murov dağ, Niyal dağ getdi. Dərələyəz yerləşir, amma Ləngəviz getdi. Talış və Zəngəzur. Doğru cavabımız Y variantıdır. 38. Xəritədə eyni yağıntı miqdarına malik olan ərazilər birləşdirən əyri xəttlər bilirik ki, izogeetlərdir. 38. Keçirik 39-cu suala. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Görək hansılar doğru verilib. Ovalıqlar verilib və onlara aid əlamətlər verilib. Mississippi ovalığı platforma sahəsində yerləşir. Doğrudur. Götürəcəm. Turan ovalığı Cənubi Asiyada yerləşir. Səhvdir. Bilirik ki, Turan ovalığı Mərkəzi Asiyada yerləşir. Kür-Araz şimal-qərbdən cənub-şərqə doğru mütləq hündürlük azalır. Doğrudur. Götürəcəyik. La Plata Sakit Okeandan gələn hava kütlələrinin təsiri altındadır. Səhvdir. Atlantik Okeandan gələn hava kütlələrinin təsiri altındadır. Almaniya Polşa ovalığını barxanlar geniş yayılmışdır. Səhvdir. Bilirik ki, barxanlar duyumlar quru iqlim, yəni səhra ərazilərindədir. Almaniya Polşada səhra deyil. Mesopotamiya Cənub-Qərbi Asiyada yerləşir. Doğrudur. Deməli, sualımızda doğru cavab 1, 3 və 6 A variantıdır. 40. Xəritə sxemə əsasən Trias çöküntülərinin yayıldığı ərazi müəyyən edilir. Biz bilirik ki, Mezozoy erasının Trias çöküntüləri bir dənə Naxçıvan ərazisində Dərələyəz silsiləsində müəyyən bir sahədə kiçik bir hissədə yayılmışdır. Yəni 4 rəqəmi uyğun gəlir. Sonra 41. Dekan yaylası, yəni Hindistan yarımadasında yerləşir və böyük Çin düzənliyi üçün oxşar əlamət. Şərqi Asiyada yerləşir. Səhvdir. Dekan Cənubi Asiyada, Böyük Çin Şərqi Asiyada. Subtropik iqlim qurşağında yerləşir. Səhvdir. Subtropikdə yerləşən Böyük Çindir. Dekan isə subekvatorialda yerləşir. Akkumulyativ düzənlikdir. Böyük Çin düzənliyi bəli akkumulyativdir, amma Dekan yaylası denudasiyon düzənlikdir. Mussonların təsirinə məruz qalır. Bəli. Dekan yaylası da Böyük Çin düzənlikdə. Hər ikisi də musson iqlimdədir. Biri Hindistan, yəni Dekan yaylası tropik mussondur, amma Böyük Çin düzənliyi isə tropikdən kənar mussondur. Cavab D. 42. M məntəqəsində havanın temperaturunun sutqalıq gedişi bu şəkildə verilib. Deyir ki, buna əsasən sutqalıq temperatur amplitudunu tapın. Sutqalıq amplitudu nədir? Bilirik ki, sutqa ərzində ən yüksək temperaturla ən aşağı temperatur arasında fərqdir. Baxırıq ki, bunların içərisində ən yüksək temperatur 7 dərəcədir. Yazıram 7 dərəcə. Ən aşağı temperatur isə -5 dərəcədir. Çıxaq -5. 2 mənfi toplanacaq, olacaq neçə dərəcə? 12 dərəcə Selsiya. Cavabımız C variantı. 43-cü suala baxırıq. 43. Nival buzlaq relyef formalarını müəyyən edin. Təknəvari dərələr, moren tirələri. Yəni doğru cavabımız A variantıdır. Təknəvari troq dərələri, karlar, sirklər, morenlər, bunlar hamısı nival buzlaq relyef formalarıdır. 44. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Materikin şərq hissəsində yerləşir. Buzlaq mənşəli relyef formaları üstünü təşkil edir, seismik cəhətdən sabitdir. Verilənlər Lavrentiya yüksəkliyi, Meksika sahili ovalığı, Mississippi ovalığı, Colorado platosu və böyük hövzədir. Təbii ki, Şimali Amerika materikinin əraziləridir. Bu ifadələr, bu hər üçü uyğun gəlir Lavrentiya yüksəkliyinə. Doğru cavabımız A variantıdır. Tropik enişlərdə daha güclü siklonların baş verməsinin səbəbi təzyiq fərqinin çox böyük olmasıdır. Doğru cavabımız elə Y variantıdır. 46. Ural dağları hansı geoloji erada yaranmışdır? Bilirik ki, Ural dağları Kaledon-Hersin qırışıqlığına aid dağlardır və bu Kaledon-Hersin qırışıqlığı da bilirik ki, Paleozoy erasına aiddir. Deməli,
Doğru cavabımız Y variantı. Keçək 47-ci suala. Sürüşmənin daha intensiv getdiyi ərazi Ceyran çöl deyil, Salyan deyil, Samur dərəsi deyil, Mildüzü deyil, Böyük Qafqazın orta və yüksək dağlıq əraziləridir. Şaxtaxtı və Nehrəm yataqları üçün ümumi əlamət. Şaxtaxtı bilirik ki, nədir? Travertindir. Travertin. Nehrəm də daş duzdur. Daş duz. Bu yataqlar üçün ümumi əlamət. Daş duz yatağıdır, buna aiddir, götürmürük. Böyük Qafqaz tektonik qalxma zonasında yerləşir, səhvdir. Qeyri-filiz faydalı qazıntı yatağıdır. Bəli, doğru cavabımız C variantı. 49. Doğru olmayan fikri müəyyən edin. Kür Araz ovalığı Kür çökəkliyinin çox hissəsini əhatə edir. Bu doğru fikirdir, götürməyəcəyik. Sonra yan silsilənin ən zirvəsi Şaxdağdır, doğru fikirdir, götürməyəcəyik. Sonra Gülüstan və Şərur düzləri Naxçıvan Arazboyu düzənliklərinə aiddir, doğru fikirdir, götürməyəcəyik. Qazangöldağ zirvəsi Talış silsiləsində yerləşir, səhv fikirdir. Doğru olmayan ifadə budur. Qazangöldağ mütləq hündürlüyü 3829 metrdir və Zəngəzur silsiləsində yerləşən zirvədir. 50. Venn diaqramında verilmiş iqlim diaqramlarına əsasən uyğunluğu müəyyən edin. Birinci iqlim diaqramı subtropikın aralıq dənizidir. Gəlin təhlil edək. Deməli, iyul ayı, yanvar ayı. İyulun orta temperaturuna baxsaq, təqribən neçə dərəcədir? 26 dərəcə yazar. 26 dərəcə Selsi. Yanvarın orta temperatur təqribən 8 dərəcə Selsi. Təbii ki, hansı temperatur çoxdursa ona yay deyəcəm. İyul yaydır, yanvar qışdır. Yazdıq. Təhlil eləməyi bu şəkildə eləsək, diaqramı bu şəkildə təhlil eləsək daha rahat olur. Təbii ki, 26 dərəcə yayın isti olması deməkdir. 8 dərəcə qışın mülayim olması deməkdir. Deməli, yay istidir, qışı mülayim. Bu hissə hazır. Keçirəm rütubətə. Baxıram ki, rütubət iyun, iyul, avqust ayları, yəni yay ayları azdır. Ona görə də buradan quru yazıram. Çünki az rütubətdir. Amma dekabr, yanvar, fevral ayları çoxdur. Ona görə də dekabr, yanvar, fevral ayları, yəni qış ayları rütubətlidir. Buradan da yazıram rütubətli. Deməli, yay isti, quru, qışı mülayim, rütubətli. Söhbət hansı iqlimdən gedir? Aralıq dəniz iqlimi tipindən gedir. Deməli, birinci aralıq dənizdir. Aralıq dəniz yazdı. Eyni qaydanı ikinciyə tətbiq etsək, yenə də iyul və yanvar. İyulun orta temperaturuna baxıram. Təqribən 22 dərəcə. Yanvar ayının orta temperaturuna baxıram. Təqribən 28 dərəcə yazaq. 26-28 dərəcə. İyul yanvardan kiçikdirsə, təbii ki, cənub yarımkəsidir. Deməli, bu olur yay, bu olur qış. Hər ikisində temperatur 20-dən üstündür. Deməli, yay da istidir, bunun qışı da istidir. Hər ikisi isti iqlim şəraitidir. Rütubətə baxıram ki, dekabr, yanvar, fevral ayları boldur. Ona görə bunun qarşısına yazıram rütubətli. Amma iyun, iyul, avqust ayları quraqdır. Buradan yazıram quraq. Olur nə? Yay isti rütubətli, qış isti quraq. Təbii ki, subekvatorialdan gedir söhbət. Cənub subekvatorial. Cənub subekvatorial. Vəssalam. Cənub yarımkürəsi bizdən nə soruşur? Uyğunluq. Cənub yarımkürəsi üçün səciyyəvidir. Bu ikinciyə aiddir. Bir gəldi bura. Aralıq dəniz iqlim tipindən xasdır. Birinciyə aiddir. İki gəldi bura. Sonra keçid iqlim qurşağına aiddir. Hər ikisi biri subtropikin aralıq dənizidir, bir də subekvatorialdır. Hər ikisinə aiddir. Yağıntılar əsasən ilin isti dövründə düşür. İlin isti dövründə düşən iqlim, baxın, cənub subekvatorialdır. 4 də gəldi, deməli 2-yə. Birinciyə 2, ikinciyə 1, 4. 3-ə də 3. Doğru cavabımız B variantı. Keçirik 51-ci suala. Dağlara uyğun gələn zirvələri müəyyən edin. Deməli, Atlas dağlarında Tubqal zirvəsidir. Getdi. Alp dağlarına buradan hansılar uyğun gəlir? Matterhorn piki uyğun gəlir Avropada. Getdi. Apalas dağlarına Mitcheldir. Debra uyğun gəlir. Skandinaviyada da qalxan piki. Deməli C, B, D, A. C, B, D, A doğru cavabımız A variantı. 52. Aşağıdakı fikirlərdən hansı Altiplano üçün doğru deyil? Altiplano bilirik ki, Ant dağlarında Boliviya ilə Çili sərhəddə yerləşən quraq bir yayladır. Yüksəklikdə yerləşir.
Ant dağlarında yerləşir, aiddir. İqlimi quraqdır, aiddir. Platodur, bəli, aiddir. Boliviya Çili sərhədində yerləşir, aiddir. Ekvatorial iqlim qurşağında yerləşir, bura aid deyil. Doğru cavabımız D variantı. 53. 30 dərəcə temperaturda 1 kub metr havada 12 qram su buxarı var. Nisbi rütubətliyinin neçə faiz olduğunu hesablayın. Yuxarıdan yazaq. Bilirik ki 30 dərəcə temperaturda 1 kub metr havanın rütubət tutumu neçə qramdır? 30 qramdır. Bunu tənasüblə eləyəcəyiz. Sadəcə bunu şəkillə versəm daha yaxşı başa düşərik. İstəyirəm bunu şəkil üzərində izah edeyim. Bu bizim 30 qramlıq 1 kub metr havamızdır. Təbii ki bunun 30 qramı olduğu halda bu olur 100%. 100%. Bu 30 qram həcmli havanın tərkibində deyir 12 qram su buxarı var. Baxın, bu havada deyir ki 12 qram su buxarı var. Deyir bu 12 qram, bu 30 qramın neçə faizini təşkil edir? 30 qramı 100% veririk. Tam doymuş vəziyyətdə 100% olur. Deyir 12 qram olanda nə olur? X. Buradan X-i tapsaq olacaq 40%. Deməli 53-cü sualda doğru cavabımız 40%-dir. Açıq sualdır. 54. Mümkün buxarlanma 900 mm. Orta illik yanıtı miqdarı 1170 mm olarsa rütubətli əmsalını hesablayın. Rütubətlənmə əmsalının düsturu düşən yanıtının mümkün buxarlanmaya nisbətidir. Rütubətlənmə əmsalı bərabərdir. Yağıntımız verilib 1170. Mümkün buxarlanmamız da 900'dür. 1170'i 900'e bölsək, səhv etmirəmsə 1/3 düşür. Yenə də hər ehtimala bölək, görək nə düşür. 1170 bölək 900, bəli 1/3. Deməli doğru cavabımız 1/3'dür. 55. Subtropik iqlim qurşağının bərabər rütubətli iqlim tipinin formalaşdığı materiklər üçün ümumi xüsusiyyətlər. Deməli biz subtropik iqlim qurşağının bərabər rütubətli iqlim tipinin yayıldığı ərazini düşünməliyik. Bu bilirik ki, yalnız Cənub yarımkürəsində yerləşir. Cənubi Amerika, Afrika və Avstraliyanın şərq hissələrinə düşür. Subtropikin şərqinə düşür. İsti cəryanların təsiri ilə formalaşır. Deyir ki, bu materiklər, yəni Cənubi Amerika, Afrika və Avstraliya üçün ümumi xüsusiyyətlər. Aralıq dənizin iqlim tipi yayılmışdır. Hər üçündə subtropikin qərbi Aralıq dənizidir, şərqi bərabər rütubətlidir. Biri götürəcəm. Qütb gecə gündüzləri baş verir, səhvdir. Fəaliyyətdə olan vulkanlar rast gəlinir. Afrika və Cənubi Amerikada var, amma Avstraliyada yoxdur. 3'ü götürməyəcəm. Ucqar şimal nöqtələri ekvatordan şimalda yerləşir. Avstraliya istisnadır. Afrikanın Cənubi Amerikaya aiddir, amma Avstraliyaya aid deyil. Mezoid qışqılına aid dağ sistemləri mövcud deyil. Bəli, hər üçünə aiddir. Çünki Mezoid qışqılı yalnız Şimal Amerikadan Avrasiyaya aiddir. Orada yerləşir 1-5. Tropik iqlim qurşağında qərb sahil boyu quraq iqlim şəraiti formalaşmışdır hər üçündə. Soyuq cəryanların təsiri ilə 1-5-6. Deməli, doğru cavabımız 1, 5 və 6. 56. Doğru ifadələr seçin. 1. Mümkün buxarlanmanın minimum qiyməti tropik səhralarda qeydə alınıb, səhvdir. Mümkün buxarlanmanın minimum qiyməti qütblərdədir, maksimum qiyməti tropik səhralardadır. Mümkün buxarlanma dedikdə temperatur şəraitini başa düşün. Yəni, mümkün buxarlanmanın ən çox olması üçün hava daha isti olmalıdır. Az olması üçün daha soyuq olmalıdır. Minimumda təbii ki, qütblər soyuqsa qütblərdə olacaq. Buxarlanmanın qiyməti yerdəki istilikdən, yağıntılardan asılıdır. Bəli, doğru cavab. Bir var mümkün buxarlanma. Mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti eyni anlayışdır. Bunu dedikdə sadəcə istiliyi fikirləşin. İstilik çoxdursa mümkün buxarlanma çoxdur, istilik azdırsa mümkün buxarlanma azdır. Bunu bu qədər belə düşünün, bəs edər. Amma buxarlanma nədir? Buxarlanma suyun mayedən qaz hala keçməsidir. Buxarlanma üçün həm istilik lazımdır, həmçinin rütubət lazımdır. Yəni, istilik olub, rütubət olmadıqda buxarlanma getmir. Məsələn, səhraları düşünək. Orada istilik var, yəni qabiliyyət var. Amma rütubət yoxdur ki, buxarlanma getsin. Deməli, səhralarda buxarlanma kiçikdir. Buxarlanma qabiliyyəti böyük olar, böyükdür. Amma buxarlanma kiçikdir. Çünki niyə? Biri çatışmır. Qütblərdə isə
Rütubət kifayət qədər var. Bəs nədə olmayan istilik? Ona görə qütblərdə də buxarlanma kiçikdir. Deməli, buxarlanmanın qiyməti yerdəki istilikdən və yağıntılardan asılıdır. Bu doğru ifadədir. Yer kürəsi 5 istilik qurşağına ayrılır, səhvdir. 7 istilik qurşağına ayrılır. 1 isti qurşaq, 2 mülayim, 2 soyuq, 2 dənə də daimi şaxta qurşağı, cəmliyində 7 edir. 5 isə işıqlanma qurşağıdır. 3 səhvdir. Quru səthindən buxarlanan suyun miqdarı düşən yağıntı miqdarından artıq ola bilməz. Bu doğru ifadədir. Məsələn, quru səthinə 500 mm yağıntı düşür. Bu yerdə qurudan buxarlanan rütubət 500'ü aşa bilməz. Çünki 500 düşübsə, onun hamısı qayıdıb buxarlamaya çevrilmir. Bir hissəsi yerin altına süzülür, bir hissəsi çaylara axır, göllərə axır və s. Həmişə quru səthindən buxarlanan rütubətin miqdarı düşən yağıntıdan ya kiçik olar, ən belə deyək də, son həddə ona bərabər ola bilər. Əsas hallarda kiçik olur. Deməli 4 doğru ifadədir. Mümkün buxarlama ilə havanın temperaturu arasında tərs mütənasiblik var, səhvdir. Biraz öncə qeyd elədim ki, mümkün buxarlama və ya buxarlama qabiliyyəti eyni anlayışdır. Əgər istilik çoxdursa, mümkün buxarlama çoxdur deməkdir. Deyir ki, tərs mütənasiblik var, səhvdir. Düz mütənasib. Temperatur artdıqca mümkün buxarlama da artır. Deməli, 5 səhvdir. İstilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik, digər illiklərdə isə ən isti ayın orta temperaturunu göstərən izotermlərdən keçir. Doğru ifadədir. Tez onu bir dənə çəkim. Bu isti qurşaqdır. 20 dərəcəlik izotermdən keçir. Burada iyul 10 dərəcə, yanvar 10 dərəcə, iyul 0, burada da yanvar 0, indi deyəcəm hamısına. Bu da qütb. Burada qütb. Baxın, bura oldu isti qurşaq. İsti qurşaq. İsti qurşaq orta illik temperaturu 20 dərəcə olan izotermlərin arasında yerləşir. Bu qurşaq isti qurşaqdır. Orta illik temperaturu 20 dərəcə olan izotermlə ən isti ayın, təbii ki, şimalda iyul, cənubda yanvar nəzərdə tutulur. 10 dərəcə izoterm arasında olan qurşaq mülayim qurşaq. Biri şimaldadır, biri də cənubdadır. Ən isti ayın orta temperaturu ilə, yəni 2 dənə ən isti ayın fikir verirsiniz. Yəni şimal üçün iyulun 10 dərəcə izotermi ilə iyulun 0 dərəcə izotermi arasında yerləşən qurşaq soyuq qurşaqdır. Cənubda da yanvar ayı üçün nəzərdə tutulur. Soyuq qurşaqdır. Ən isti ayın 0 dərəcə izotermi ilə qütbün arasında yerləşən, qütbə qədər olan ərazi isə daimi şaxta qurşağıdır. Eyni ilə cənub yarımkürəsində də daimi şaxta qurşağıdır. İndi görün nə deyir? Deyir ki, istilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik izotermlərdən. Baxın, isti qurşaq tropik enişdə, bax bu hissədə görürsünüz, orta illik izotermdən keçdi. Digər enişlərdə isə ən isti ayın, baxın, yerdə qalanları isə ən isti ay, şimal üçün iyul, cənub üçün isə yanvar nəzərdə tutulur. Deməli, 6 da doğru ifadədir. Sualımızda doğru cavab oldu nə? 2, 4 və 6. 57. Uyğunluğu müəyyən edin. Deməli, kvars qumu hacıbəli və hökməlidir. C, Y. Aşağıdan yazaq. 1'ə oldu C, Y. 2. Xromit Kəlbəcər də Göydərə, Laçında ipəkdir. A, D. Sonra seolit də, seolit ilə Ağdağ. Tovuzda Ağdağ seolit ilə. 1 C-Y, 2 A, D, 3 B. 57-ci sualımız da bu. Keçdik situasiya tapşırıqlarına. Deməli, sizə təqdim olmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edək. Aşağıdakı tapşırıqları cavab kağızına yerinə yetirin nəsə. Baxaq, A adası Şimali Amerika və Avrasiya tavalarının divergent sərhəddə yerləşir. Təbii ki, bu ada İslandiya adasıdır. İslandiya. Qeyd elədim, İslandiya adası. Bu səbəbdən burada fəaliyyətdə olan vulkanlar var. İslandiyada Eyjafjallajökull, Dol, Hekla, Bardarbunga və s. Adada keçid iqlim qurşağı yerləşir. Bəli. Ada subarktik iqlim qurşağında yerləşir.
Subarktik. Onun sahillerini iki okeanın suları yuyur. Atlantik, bir de şimal buzlu. Ada 14 və 24 derece qərb uzunluqları arasında yerləşdiyindən burada GMT-yə görə 2 saat qurşağı var. A adasının sahəsi verilib. İndi nədir? A adasının adını yazdıq. İslandiya. İslandiya. Və adanın hansı iqlim qurşağı qeyd elədik? Subarktik. Yerləşdiyini yazın. Yazdıq. Keçdik 59-a. Yerləşdiyi 2 saat qurşağına. Deməli neçə verib? 0, 14, bir də nə verib? 24. Və onun sahillerini yuyan okean. Okeanlar yazdıq. Atlantik, Atlantik, bir də şimal buzlu. Buzlu. Bu yerində. Saat qurşağına baxaq. Rəngini dəyişək. Tam rahat başa düşməyimiz üçün. Deməli, bilirik ki, 0 və ya 24-cü qurşaq 7.5 şərqlə 7.5 qərb arasında yerləşir. 7.5-dən deməli 22.5-ə qədər neçənci qurşağa düşür? Qərbə doğru gedəndə 24-dən 23-cü qurşaq. Deməli 14 derece qərb uzunluğu 23-cü qurşağa düşür. 22.5-dən 37.5-ə qədər olan ərazilər də neçənci qurşağa düşəcək? 22-ci qurşağa düşəcək. Deməli, saat qurşaqları 22 və neçə oldu? 23. 60. A adasının sahəsi xəritədə bu qədər. Həqiqi sahəmiz var. Həqiqi sahə bərabərdir 103.000 kvadrat kilometr. Bunu bizə yuxarıda verib. Xəritədəki sahə də var. 41,2 kvadrat santimetr. Bizdən nə soruşur? Ədədi miqyasını hesablayın. Miqyası tapmaq üçün nə edəcəm? Həqiqi sahəni, yəni 103.000-i böləcəm 41.2-yə və bundan kvadrat kök çıxacaq. Bu kök altında 2500 eləyir. Bundan da 50 kilometr çıxır. Yəni olacaq, ədədi miqyas deyirsə, vəssalam, 50 kilometr. Yəni 1 santimetr bərabərdir 50 kilometrə. Bugünlük dərsimiz bura qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti dərslərdə görüşərik.